Biz tamamladıq işimizi, radiator xəttimizi qurtardıq. Hamısı hazırdır. Görə bilərsiniz çəkilişimizin də radiatorlara giriş çıxış hər ikisi altdan qoşulmadı. Çünki 100% istilik almağa görə. Keçək o birisi otaqlara da baxaq, zəhmət olmasa. Bura bizim zaldır. Bəzi çəkilişlər burada dayanmışdı. Bura qədər gəlmişdik. Gördüyünüz kimi bu tumbanın da öz gözəlliyi var. Belə dönüb getməyi gördüyünüz kimi görürsünüz bu cür. Buradan da o birisi bəlkə radiator axırıncı toçkaya gedən yerdir. Materialdakı əzizləyicilər Türk istehsalı olandır, SPK-dır. Uzun ömürlü olsun. Bu şkafı tərpətmədən deşmişik. Gördüyünüz kimi bax, o küncdən bax, görürsünüz necə. Burada da dedilər il olsun ki, qapı açılsın. Burada qapı açılır, heç nəyə maneçilik törətmir. Baxın, yaxşı ki, altında yer var idi. Bax, bu cür gəldik burada. Çalışdığımız qədər sərgəli işləyirik. Ki, ev sahibi baxanda da iş ləzzət eləsin. Elə tələm-tələsi işi görməklə deyil. Mətbəxdir. Burada isti soyuq suyu qoşduq, orada çox çətinlik çəkdim. Bax, düz o arxada darısqal yerdir. Bax, orada onu baxırıq ki, boşluğunu tutardım. Oradan da bura gördüyünüz kimi isti soyuq suyu xəttini gətirmişəm. Bax, şkafın altından, xaladentin arxasından və o şkafın. İsti soyuq su, ikisi də radiatorun xətti gördüyünüz kimi bax. Burada da bizim kombimizdir. Kombinin də gördüyünüz kimi bax, setin qoşulması. Mobillo kombisidir. Buradan da gəlir, otaqlara keçən yerdir. Bax, o diblə keçir gedir. Bax, o hissəylə. Yaşayış olan ev də biraz, necə deyim, çətinlik çəkir adam işləməkdə. Yəni, buradan görürsünüz, bax, aboyları deşib keçmişik o bir tərəfə. Yəni, çox zədə vurmamışıq da, belə deyək. Adam var, işləyəndə çox pis gündə işləyirlər, dağılırlar, tökürlər. Ancaq işləyəndə çalışaq ki, səliqəli olsun. Bax, bu hissəni görürsünüz, bax, bura baxın. Burada buranı necə yığmışam. Qarışıq deyirlər, düzdür, burada o birisi borular da gedir. Buranı ilə yığdım ki, çox qatma qarışıq görsənməsin. Hələlik bu qədər əzizləyicilər. İnşallah növbəti videolarda paylaşana qədər sizlər də abunə olmağı unutmayın. Sizlərin abunə olmaq bizlər üçün çox önəmlidir. İnşallah növbəti işlərimiz var. Qarşıda 4-5 dənə işimiz var. Onlar da işlədikcə etap-etap çəkiliş edib paylaşacaq. Hələlik bu qədər. Sağ olun.